Hər vaxtınız xeyir olsun. Bugünkü bölməmizin adı fonetikadır. Fonetika danışıq səsləri, heca, vurğu, ahəng qanunu kimi bölmələri öyrənir. Və danışıq səslərimizi yalnız öyrənmir, insan danışa bilmək üçün müəyyən nitq aparatına, yəni qulağa, dilə sahib olmalıdır. Ona görə də danışıq üzvlərimiz olmalıdır. Danışıq üzvlərimiz də ikiyə ayrılır: fəal danışıq üzvləri və qeyri-fəal danışıq üzvləri. Fəal danışıq üzvləri odur ki, onlar daim hərəkətdədirlər. Sizə yalnız lazımdır dil, dodaq və səs telləri. Abituriyentlərə heç bu da lazım deyil. Müəllimlərin işə qəbul müəllimlərinə ola bilər ki, lazım olsun. Dil, dodaq, səs telləri fəaldır. Yəni onlar danışarkən daim hərəkətdədir. Amma yerdə qalan ağciyərdə, qırtlaqda, udulaqda onlar qeyri-fəala aiddir. Danışıq səslərimiz 32-nə əlifbamızda 32 hərf, 34 səs var. Əlifba səslərin müəyyən sırayla düzülüşüdür. Bu iki dənə səs var ki, yazıda işarəsi yoxdur. Bunlar ih səsidir, ih çıxır. Bunu uşaqlar bəzən x kimi oxuyur. X deyil bu, ih səsidir. Bir də k səsi var ki, bunlar yazıda işarəsi olmasa da tələffüzdə görünən səslərdir. Danışıq səslərimiz iki yerə ayrılır: saitlər və samitlər. Saitlərin sayı 9 dənədir və 34-dən 9 çıxanda orada da 25 dənə də samit səsimiz var, səs olaraq var. Saitlərimiz ağızdan maneəsiz tələffüz olunur, heca yaradır, vurğu yaradır. Amma samitlərimiz ağızdan maneəli tələffüz olunur, heca, vurğu yarada bilmir. Saitlərimiz 3 qrupa bölünür. Birincisi qalın saitlər və incə saitlər. Qalın saitlər dil arxası saitlər gedir. İncə saitlər dil önü saitlər gedir. Bunlar da dediyim kimi abituriyentlərə lazım deyil. Qalın saitlərimiz A, I, O, U. İncə saitlərimiz E, Ə, İ, Ö, Ü. Və ikinci qrupumuz dodaqlanan saitlər, dodaqların vəziyyətinə görə və dodaqlanmayan saitlər. Dodaqlanan, dodaqlanmayan. Dodaqlanan saitlərimiz O, U, Ö, Ü. Dodaqlar yumru yarım dairəvi vəziyyət alır. Dodaqlanmayan saitlərimiz A, I, E, Ə, İ sayılır. Üçüncü qrupumuz isə açıq və qapalı saitlərdir. Açıq saitlərimiz və qapalı saitlərimiz. Açıq saitlərin ikinci adı gen, qapalı saitlərin ikinci adı dar saitlərdir. Ağzımız genəli ya da daralır. Bu ikinci adlar abituriyentlərin qarşısına çıxmayacaq. Açıq saitlərimiz A, E, Ə, O, Ö. Qapalı saitlərimiz I, İ, U, Ü. Bunu baxsaz görərsiniz ki, açıqları deyəndə çənə açılır, ağzımız açılır, qapalı saitlərdə isə çənə yığılır. Və başqa bir asan yolla açıq saitlərin üstündə bax fikir verin, yumru yarım dairəvi var, qapalı saitlərin isə üstü açıqdır. Qapalılar açıq, açıqlar qapalıdırlar. Fikir verirsinizsə, saitlərin hər birisi 3 dənə qrupa girməlidir. Məsələn, qalın saitlərdən A həm qalındır, həm dodaqlanmayandır, həm açıqdır. Yaxud da İ, incə, dodaqlanmayan, qapalı sait. Yəni bütün saitlər müəyyən bir qrupda 3 sıra kimi var. Saitlərin tələffüzü, yazılışı və deyilişi haqqında danışmamışdan qabaq, sözlərin düzgün yazılışı adlanır orfoqrafiya. Sözlərin düzgün tələffüzü adlanır orfepiya. Orfoqrafiya sözlərin düzgün yazılışı, orfepiya sözlərin düzgün tələffüzüdür. Transkripsiyanın içində tələffüz göstərilir. Bunu 5-ci sinif kitabında xüsusi qeyd ediblər. Və saitlər yanaşı gələ bilər. Bu iki eyni sait yanaşı gələ bilər və yaxud da iki müxtəlif sait yanaşı gələ bilər. Biz bunların tələffüz qaydalarına baxacaq ki, iki eyni sait yanaşı gələrsə, məsələn, qoşa A-lar, Ə-lər, İ-lər yanaşı gələrsə, tələffüz zamanı biri düşür, digəri isə uzun tələffüz olunur. Məsələn, saat. Fikir verirsinizsə, yazılışda 2 dənə A var, amma tələffüz eləyərkən A-lardan biri düşür, digəri isə daha uzun tələffüz olunur.
yaxud da təbii. İki eyni sait var, biri düşdü, digəri uzandı. İki eyni sait olanda biri düşür, digəri uzanır. İstisna varmı? Var. Mürəkkəb sözlərdə iki eyni sait yanaşı gələrsə, tələffüzdə biri düşmür. Məsələn, minatan sözü var. Bu iki müxtəlif mənalı sözün birləşməsindən yaranan mürəkkəb sözdür. Bu sözdə tələffüz zamanı iki sait yan-yana gəlmiş olsa da, tələffüzdə biri düşmür. Çünki bu sözün öz tərkibindəki deyil. İki müxtəlif sait yanaşı gələrkən tələffüz necə olur? Burada qoşalıqlara baxmaq lazımdır ki, A, I, Ə, I, Ə, İ, A, İ, O. Bu saitlər yanaşı gələrsə, tələffüz zamanı ortaya bitişdirici samit əlavə olunur. Məsələn, A ilə yazılır, amma deyirik ailə. Y bitişdirici samitə əlavə olundu, yaxud da Səidə yazılır, amma deyirik Səidə. Ortasına bitişdirici samit kimi Y əlavə olunur. Bitişdirici samit nədir? Bitişdirici samit Y, N, S. Bitişdirici samitlərimiz var. Yadda saxlamaq üçün türklər delfinin Yunus deyir. Yunus, Y, S. Yadda saxlamaq olar. Bunların da işi odur ki, saitlə saiti bir-birinə bağlamağa xidmət edir. Çünki Azərbaycan dilində sait-samit ardıcılığı var və dilimizdə iki sait yanaşı gələrkən çox vaxt ya biri düşür, ya bitişdirici samitlərdən biri əlavə olunur. Məsələn, ana sözüdür, bu saitlə bitən sözdür. Ona I mənsubiyyət çəkiltisini artıranda anası, S bitişdiricisini oraya əlavə eləmək lazım gəlir. Yəni, bitişdiricinin oradakı xidməti saitlə saiti əlaqələndirməkdir. Bəs istisna varmı? Var. O, bu əvəzlikləri var ki, bundan sonra samit, çıxışlı xal gələndə, məsələn, çıxışlı xal şəkilçisi nədir? Dan, dən. Onda olur belə, ondan. Ya tələffüzdə də deyirsən ondan. Ondan. Dan-dən çıxışlı xal şəkilçisi bəzi sözlərdə nan-nən kimi tələffüz olunur. Fikir verin, o əvəzliyi idi, dan-dən də haldısa, bunu burada bitişdiricidir. Yəni, biz deyirik ki, bitişdirici samitlər saitlə saitə əlaqələndirir, amma istisna hallar var ki, o, bu, bundan, ondan. Orada bitişdirici samit saitlə bitən sözə samitlə başlanan hal şəkilçisi artırdıqda da ola bilər ki, əlavə olunsun. Yəni, dilimizdə istisnalar çoxdur. Bundan əlavə, bu sözlər dedik ki, bu qoşalıqlar yanaşı gələndə Y əlavə olunur və köhnə qayda ilə olub, amma hal-hazırda dəyişən qaydalar var ki, biz E, O, E, A saitləri var idi ki, keçmişdə bunu fərqli tələffüz eləyirdiksə, indi hal-hazırda onlar fərqli tələffüz olunmur. Necə yazılıbsa, elə də tələffüz olunur. İndi ola bilər ki, izləyən şəxslərdən deyə bilər ki, bu qayda heç bizə onda lazım da deyilsə, niyə dedik? Köhnə qaydanı əzbər bilən insanlar üçün deyirəm ki, bu qayda artıq tətbiq olunmur. E, O, E, A saitləri yenə necə yazılırsa qoşalıqlar, elə də tələffüz olunur. Yaxud da ov, övlə olan sözlərimiz var idi ki, bunlarda da əksər sözlərdə hamısında yox, bu düşürdü, o, Ö uzanırdı. Ancaq hal-hazırda bu qaydada proqramda öz əksini tapmır ki, dovşan sözü, doğuşan deyirdik, bunu düşürdüb, onu uzadırdıq. Amma hal-hazırda bu sözdə düşmə yoxdur. Bir də Ü, Ə, Ü, A saitləri var idi ki, biz onları deyərkən birinci saitlər düşürdü, ikinci saitlər uzun tələffüz olunurdu. Bu qaydada dilimizdə yoxdur. Hal-hazırda bu sözlər necə yazılırsa, elə də tələffüz olur. Yəni, yazılışı ilə deyilişi eyniləşir. Bu bir növ bizim qaydalarımızı sadələşdirib. Biz sadəcə yadımızda saxlamalıyıq. Bax, bu qoşalıqlar A, I, Ə, İ, Ə, İ, A, İ, O saitləridir ki, onlarda dəyişiklik var, fərq var. Digərləri dəyişmir. Bir də deyilişi yazılışı fərqlənməyən qoşa saitli sözlərimiz var idi ki, onlar hələ də qüvvədədirlər. Hansı sözlərdirlər onlar? Kakao, şücaət. Şücaətə diqqət eləmək lazımdır. Uzanma var, amma uzanma deyiliş yazılış arasında fərq sayılmır deyə onu tətbiq eləmirik. Yəni, deyiliş yazılışı fərqlənməyən sözlərin içindədir, iki saitli sözlərin içindədir. Kakao, şücaət, bəraət, qiraət, rauf, raul, Seul, aul,
memuar, mecmue və s. kimi sözlərimiz var ki, məsələn, sualdır, xaosdur, xaos. Bəraəti yazdım. Bu sözlərimiz var ki, deyilişi yazışı fərqlənir. İndi bu sözləri də üalı sözlərdə müəllim, müalicə və s. kimi sözləri də əlavə edirik. Çünki onların da deyilişi yazılışı fərqlənməyən sözlər siyahısına girib. Belə çıxır ki, bu göstərdiyimiz siyahı müəyyən qədər artıb.